Başlayır. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmain. Alemlerin Rabbi olan Allah'a hamdolsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi ve selleme, onun ailəsinə, sahabelerine ve qiyamət gününe qədər onun ardınca gözəl şəkildə gedənlərə Allahın salamı olsun. Selamu aleykum ve rahmetullahi ve berekatuhu. İlk öncə etibar qardaşımı ve həmçinin digər qohum olduqlarını, hər iki ailəni bu evlilik münasibəti ilə təbrik edirəm. Allah Azze ve Celle bu izdivacı, evliliği hayırlı etsin, hayırları üzerinde etsin, hayırları, bereketleri bu aileye versin. Muhammed sallallahu aleyhi ve sellem yeni evlenenler için hayır dua ederek, isteyerek Allah'tan hayırların ve bereketlerin onların üzerine olmasını isteyerdi. Ve ben de istəyirəm ki, etibar kardeşime bu evlilikten hayırlar ve bereketler versin. Hayır üzerinde etsin ailesini. Bildiğimiz kimi kardeşlerim, evlilik önemli ve mühim meselelerdendir. Hansı ki insanın, ailesinin, uşaqlarının, övladlarının birlik, beraberlik, istimai hayata addım attığı ilk hallardan biridir. Böyük haldır. Onun için kardeşlerim, insan, Muhammed sallallahu aleyhi ve sellem bize deyir, önemlidir insan öz oğlunu evlendirdiği zaman ve yaxud da kızını ərə verdiği zaman o kişi ile evlendirsin ki, o kişi Allah'ın razılığını kazanmak için çalışır. Ve o kızı alsın ki, həmin kız Allah'ın razılığını kazanmak için yetişib, öğrenib, yetiştirilib. Çünkü kardeşlerim, aile birliği önemlidir. İnsan hayatta varlık sebebini dəqiq bilməlidir. Ne üçün var, ne üçün yaranıb, bunu dəqiq bilməlidir. Onun için kardeşlerim, ben bugün Tövbe suresinin 111. ayesini kısa olarak kardeşlerime çatdırmaq istəyirəm. İbn-i Qayyim Rahimahullah'ın bu ayə barəsində demiş olduğu sözünü, mesele ve burada zikr olunan hal kısa olsa da, lakin onun mənası, içerisinde daşıdığı mənalar böyükdür ve derindir. Kardeşlerim, Allah Azze ve Celle öz kitabında buyurur ki, İnna Allah eştera minel mu'minine enfusahum ve envalehum bi enne lehumul cenne. Allah Azze ve Celle hakikaten Allah müminlerden canlarının ve mallarının mukabilinde cenneti satın almıştır. Kardeşlerim, İbn-i Qayyim Rahimahullah bu ayəni izah ettiği zaman, danıştığı zaman, bu ayaya toxunduğu zaman çok mühüm ve önemli qeydlər eləyir. Və şeyh buyurur ki, cennetin ve həmçinin Allah'ı sevməyin mehri var. Başlığı var, başlıq pulu var. Kim ki iddia eləyirsə ki, mən Allah'ı sevirəm. Və kim ki iddia eləyir ki, mən cənnətə getmək istəyirəm. Bunun müqəddiməsi var, sən təqdim eləməlisən. Necə ki, bir qıza elçilər göndərilər, mehirlər verilər, başlıq pulu qeyd olunar, söylənilər və deyilər, bax bunu ödəməlisən. Eğer bu qadını almaq istəyirsənsə, başlıq pulu bax bu qədərdir. Və cənnetin de mehri var kardeşim. Öncəliyi var, təqdim eləyəcəyin, verəcəyin. Hansı ki sən onsuz, o mehirsiz səndən qəbul olunmaz. Bu yalan iddia olar.
Kimə ödəyəcəksən? Cənnətin sahibinə, malikinə. Kim ki cənnətin malikidir, kim ki onun sahibidir, kim ki o verə bilər sənə bu istədiyi, ondan başqa kimsə sənə bunu verə bilməz. Və Allah Azza və Cəllə o cənnətin qarşılığını, mehrini istəyib. O da qardaşlarım, Allah Azza və Cəllənin möminlərdən cənnətin müqabilində canlarını və mallarını Allah yolunda sərf etmələrini istəyib. İstəyib ki, sənə vermiş olduğu bu can, hansı ki yaradıb, ibadətdə olasan, canları Allaha fəda verməyin bütün mənasında onun üçün təqdim edəsən, onun yolunda hərraca çıxardasan, canıvı və malıvı onun üçün ortalığa qoyasan. Allahım canım da, malım da sənindir. Çünki sən mehr istəmisən məndən, razılığın müqabilində sənə gəlməyin, xoşbəxt olmağımın müqabilində, cənnətin müqabilində, peyğəmbərlərlə bərabər olmağın müqabilində, salihlərlə, siddiqlərlə, şəhidlərlə bərabər olmağın müqabilində məndən mehr istəmisən canımı, bütün hər bir növü ilə, məndən mehr istəmisən malımı, sənin razı qaldığın yolda xərcləməyimlə. Onun üçün qardaşlarım, o cənnətin sahibi, o razılığın sahibi nəyi istəyibsə təqdim eləməlisən. Qardaşlarım, qorxaqlar üçün bu yerdə, bu ticarətdə bir qazanc yoxdur. Nəfsini geri çəkən, bundan geri duran qorxaq yoxdur sənə bu. Bu mehri təqdim etməkdən, canını ibadətlərdə Allah üçün əziyyətə salmaqdan, gecələri yuxudan durmaqdan, haclara getməkdən, Allah yolunda bədənini Allah yolunda sərf etməkdən geri duran qorxaq, mehri ver, malını gizlədən, cibinin ağzına qıfıllar vuran, pulunun üstünə betonlar tökən, qəpiyini də belə Allah yolunda xərcləməyən qorxaq, üç çevirən, mehri təqdim etmədən yoxdur qardaşım. İnnəllaha iştəra, Allah satın alır. Cənnətin müqabilində möminlərdən, iman sahiblərindən, malını gizlədən qorxaqlardan yox, başını fəcr vaxtı döşəkdən, yastığından qaldıra bilməyənlərdən yox, canı ilə, malı ilə Allahın qarşısında itayət olanlardan. Və İbn Qayyim rahimehullah deyir ki, qorxağa burada yer yoxdur. Və həmçinin üç çevirən, bəzən olur qardaşlarım, görürsən, adam özü kimi birinin ona təlqin elədiyi Allah yoxdur, imansızlığı özünə etiqad qəbul edir. 7 qat göylərin üzərindən Allahın endirmiş olduğu Qul huvallahu əhəd de ki, Allah təkdir. Allahu xaliqu kulli şey, Allah hər şeyi yaradandır. Allahu la ilahə illə huvel hayyul qayyum, diri olandır, qeyyumdur, qullarına nəzarətçidir, təkdir, ibadətə layiq olan odur. Aciz adam yatanda özündən xəbəri olmayan, deyir mən başa düşdüm, inanmıram. Vallahi kimsənin sənin inancıva ehtiyacı yoxdur. Allah ğanidir, möhtac deyil, as-saməddir. Sən möhtac, zavallı. Onun üçün üç çevirənlərə də bu cənnətdə yer yoxdur. İman etməyənlərə də yoxdur. Onun üçün qardaşlarım, İbn Qayyim rahimehullah üçün deyir ki, müflisə də yer yoxdur. Müflis əməllərində iflasa uğrayan qardaşım. Əməllərində, hansı ki qardaşlar, əməllərində iflas edir. Müflis o deyil ki, malı, dövləti bankrot olsun, əlindən çıxsın. Qardaşlarım, ticarətində müflis olan Allahla ticarətini itirəndir.
malı ilə və canı ilə Allahdan cənnəti satın ala bilməyənlərdir. Ən böyük iflasa uğrayan, ən böyük xusrana düşən, hər bir şeyini itirəcək olan Allahla bu müqaviləyə girməyənlərdir. Bu müqaviləyə imza atmayanlardır. Çünki qardaşlarım, yarışanlar bunun üçün yarışırdılar. Çalışanlar, öndərlər, öndə gedənlər. Onlar qardaşlarım, İbn-i Qayyim rahimehullah deyir ki, bu ucuz, qiymətsiz, yerdə qalan kimsənin yönəlmədiyi, almaq istəmədiyi bir mal deyil ki, müflis gəlsin bunu istəsin ki, eybi yox, mən də gedəcəm. Sən bunu yuxunda da görməyəsən. Bəzən deyirlər, yuxunda görərsən. Vallahi sən onu yuxuda da görməyəsən. Milyon illər yatson da, oyaq qalson da. Onun üçün bu mal yerdə qalmayıb cənnət. Elə yarışanlar var ki, onun üçün. Elə üstün olanlar, öndə gedənlər var ki. Və İbn-i Qayyim rahimehullah deyir ki, Allaha and olsun ki, bu müflis olanların yerdə qalan mala hücum edəcəkləri bir cənnət deyil. Və həmçinin bu nisyə axtaranların da əldə edəcəyi bir şeydir. Sonra ödəyərəm. Yoxdur belə bir nisyə. Dünya malı deyil bu, cənnətdir. Allah Azze ve Celle bizə qəti şəkildə nəyin müqabilində veriləcəyini bəyan edir. Ölüm sonra. Bunu eləyim sonra. Bu nisyə mal deyil qardaşım, ortalıqda qalmayıb. Gəl sənə nisyə verim sonra bunun müqabilində əməl edərsən. Onun üçün qardaşlarım, insan baxmalıdır. Bu böyük ticarət hər kəs üçün deyil. Bu ticarət hər kəs üçün deyil. Bu ticarət qardaşlarım Allahın izin verdiyi kəslərə, bu ticarətdə uğur tapa biləcəklərə yönəlmiş bir ticarətdir. Qorxaqlar, üç çevirənlər, mənəvi cəhətdən iflasa uğramışlar. Bu neymətdən onların nə payı ola bilər? Onlara nə pay düşə bilər? Çünki ucuz mal deyil qardaşım, müqabili var, qarşılığı var. Dəyərdən düşməmiş maldır, ortalıqda qalmamış. Qardaşlarım, bu mal, bu cənnət, bu sil'a qiyməti artıranların bazarında ticarətə çıxardılır. Nisyə üçün gələnlərin yox, müflislərin bazarında yox. Hansı bazar ki, orada artırırlar. Kim daha çox qiymətini ödəsə, kim daha çox canından xərcləsə, kim daha çox malını ortaya qoysa, daha azına gedilmir. Bu ticarətdə daha çoxuna gedilir. Cənnət qardaşlarım, artıranların bazarına çıxardılıb. Lakin qardaşlarım, o cənnətin sahibi başqa bir qiymətə razı olmur. Sən istədiyin şey təklif edə bilərsən. Lakin Allah Azze ve Celle o cənnətin müqabilindəki razılığı canların fəda edilməsi, malların onun razılığı uğrunda xərclənməsi, canların ona itaətdə yaşanması müqabilində sənə cənnəti verəcəyini deyib. Buna görə də qardaşlarım, zəiflər, tənbəllər, müflislər, qorxaqlar, üç çevirənlər geri çəkildilər. Çünki gördülər ki, bu ticarət onlarlıq deyil. Bu ticarətə hər adam girə bilməz. Onun üçün qardaşlarım, digər Allahın bu istəyinin qarşısında sevənlər ayağa durdu. Sevənlər, Allahı sevənlər, vədini sevənlər, vəd verdiklərini istəyənlər, haqqı ilə ona qul olanlar, qulluğu doğru düzgün yaşayanlar, qalxdılar ki, mən varam, mən. Onun üçün bax sən özüvə, canımla və malımla mən varam deyən sənsənmi? Sən də onların sırasındasanmı?
canımın ibadətlərdə, namazlarda, haclarda, zəkat və sədəqələrdə, getməklər və gəlməklərdə, danışmaq və susmaqlarda varmı sənin canın? Və həmçinin gör, malını təqdim edə bilmisənmi? Allah başqasına razıdır. Bu bazara çıxardılan möminlərlə ticarətdir. Allah deyir, İnna Allah əştara minəl mu'minin. Acizlərlə deyil bir ticarət. Allahın dininə yönəlməyənlərlə, kafirlərlə deyil. Bu, Allahla ticarətə girənlərlədir. Varam mən, ya Rabbi, malımla və canımla, ortalıqdayam, sözümlə, gözümlə, qəlbimin vurmasıyla, hərəkəti ilə və sakit durmasıyla sevənlər qalxdılar, qardaşlarım. Və bir-birinə baxaraq düşündülər. İbn-i Qeym rahiməhullah davam edir. Və İbn-i Qeym deyir ki, hansının canı, hansının malı bu alış-verişə daha çox layiqdir. Hətta sevənlər, qardaşım, sevənin özü belə. Görəsən mənim təqdim etdiyim bu canım layiqdirmi? Fəda olsun aləmlərin Rəbbi olan Allaha bu canlar və vermiş olduğu mallar. Çünki hamısı onundur. Canımız da, malımız da, övladımız da, ailəmiz də, varımız da, yoxumuz da, aldığımız nəfəzimizin əvvəli də, sonu da fəda olsun Allaha, aləmlərin Rəbbinə. Qardaşlarım, İbn-i Qeym rahiməhullah bunu Zəd Əl-Məad 3:88 rəqəmi ilə bunu çatdırmışdı. Tövbə surəsinin 111-ci ayəsində qeyd etmişdir. İstədim ki, qardaşlarım, qısa olaraq qardaşlarıma nəsihət eləyim, xatırlatma eləyim ilk öncə əvvəlcə özümə, sonra qardaşlarıma ki, məsələ ciddidir. Məsələ özündə zarafat qəbul etməz. Məsələ ciddi məsələdir. Məsələ cənnət və cəhənnəm məsələsidir. Və cənnətin qarşılığını da, bu ticarəti nə ilə edəcəksən, Allah Azza və Cəllə onu bizə bildirib. Yenə də qardaşlarım, qardaşımı və hər iki ailəni təbrik edirəm. Allah Azza və Cəllədən istəyirəm ki, bu evliliyi xeyirli etsin, xeyir üzərində etsin, dini üzərində qurulan ailələrdən etsin, o ailədə dini yaşatsın, Allahın varlığını təsdiq edən, ona iman edən və bu şəkildə də yaşayan ailələrdən etsin. Allah Azza və Cəllə bütün xeyirləri versin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm.